Bu yulaflı qurabiyyələr indiyə qədər hazırladığım ən dadlı yulaflı qurabiyyədir. Yulaf qurabiyyəsi Starbucks cookies. 120 qram yumşaldılmış qərə yağı qarışdırıram 100 qramla yarım stakan şəkər tozu ilə. Ərənə qədər belə də qarışdırılacaq. Sonra bir yumurta qatırıq. Bir çimdik duz, darçın mən qatmıram. Yenidən çalın və yulaf qatın. 200 qram, 1 stəkan. 1 stakan un əlavə edin və yarım çay qaşığı qabartma tozu. Qarışdırın. Və sonra içinə lazımdır qatmaq. 1 ovuc əzilmiş qoz, 50 qram şokolad, ağ şokolad və quru meyvələrimi kişmiş qatdım. Qarışdırırıq. Belə xəmir alınır və onu 12 kündəyə bölürük. Məndə 77 qramdan çıxdı. Yumralayırıq. 6 hazırlayırıq. Altını qoydum soyuducuya. Bir partiyanı əzdim, belə əzilmiş çıxdı. Biri də biraz topuş çıxdı.